Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla ördək ətindən bastırma kebabı hazırlayacağım. Kebabı hazırlamaq üçün ördəyin qanadının uç hissələrini kəsib atdıktan sonra bu cür doğradım. Doğradığım ətin üzərinə duz, istiot, biraz şirin çili biber tozu əlavə edirəm. Bir ədəd doğradığım soğanı əlavə edirəm. Ördəyin daha yumuşaq pişməsi üçün yarım stəkan sirkə əlavə etdim. 3 yemək qaşığı duru yağ, 1 dolu yemək qaşığı da mayonez əlavə edirəm. Əgər mayonez yoxdursa vurmaya da bilərsiniz. Əlimlə yaxşıca qarışdırıram. Ətə dad qatması üçün biraz ət otu və kəkik əlavə etdim. Yenə də hər tərəfinə yayılması üçün əlimlə qarışdırıram. Şirəli qazanın içərisinə əlavə edib, üzərini örtdükdən sonra bir gün soyucuda saxlayıram. Buzluqda saxlamaq olmaz. Bişirməzdən öncə soyucudan çıxardıb, şişin üzərində və yaxud da bu cür setkada bişirə bilərsiniz. Setkaya düzdükdən sonra bir hissəsində şişə çəkdim. Üzərinə duz səpirəm. Qeyd edim ki, kebabın duzu nə qədər çox olsa, dadı bir o qədər gözəl alınacaq. Digər üzünə də duz səpirəm. Kömür tam qızardıqdan sonra kebabı bişirəcəm. Setkanı közün üzərinə yerləşdirib bir üzü qızardıqda digər üzünə çevirirəm. Sağ olsun, kebabı bişirməkdə oğlum mənə kömək edir. Bişmiş ətləri qazana yığdıqdan sonra üzərinə sumaqlı, keşnişli soğan əlavə etdim. 3-5 dəqiqədə bu cür saxlayıb ocaqdan manqalın üzərindən götürürəm. Artıq gördüyünüz kimi ördək ətindən bastırma kebab hazırdır. Görürsünüz, çox gözəl qızarıb. Dadına söz ola bilməz. Həqiqətən də ləzzətli bir kebab alınıb. Hazırlayıb dadına baxmağa dəyər. Bəs siz necə? Ördək kebabın hansı üsulla bişirirsiniz? Öz fikirlərinizi kanalımızda bölüşə bilərsiniz. Videom sizlər üçün faydalı olduysa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə abunə olmağı unutmayın.